Bunu yoxlamaq üçün deməli biz bunları kökə salmalıyıq. 3-ü kökə salmaq üçün kvadrata yüksəltməliyik. Kök altında 3-ün kvadratı 9. Yəni kök altında 9. 3 nədən çıxır? Kök altında 9-dan 3 çıxır da. Ona görə kvadrata yüksəldəndə, çünki bunun dərəcəsi 2-ci dərəcədir 12-nin. Ona görə də 3-ü də 2-ci dərəcədən hər hansısa bir ifadə formasında yazmalıyıq ki, görək neçə eləyir. Kök altında 9. Yəni kök altında 9 elədiyinə görə 12-dən kök altında elə bir belə fikirləşək. Kök altında 12-dən kök altında 9-un çıxsaq, mənfi ədəd alarıq yoxsa müsbət mənfi? Ona görə də bura daha doğrusu müsbət. Bura müsbət işarəsi yazılır. 7-ni də kökə salaq. Kvadrata yüksəldəndə kök altında 49. Kök altında 48-dən kök altında 49-un çıxanda alınır mənfi. Ona görə bunda mənfi yazaq. Müsbət alınanı olduğu kimi yazmalıyıq. Yəni necə var? Modulda müsbət alınıb, olduğu kimi də çıxır. Ona görə də kök altında 12 çıxaq 3, elə kök altında 12 çıxaq 3 kimi də açılır. Amma mənfi alınan əksinə çıxacaq. Yəni kök altında 48 çıxaq 7 yox, 7 çıxaq kök altında 48 kimi. O da bərabərdir. Mənfi 3 müsbət 7 eləyir 4. 12 və 48. Buradan da 12-ni 4 vur 3 kimi yazarıq. 48-i də 16 vuraq 3 kimi. 4-dən 2 çıxır. Kök altında 3 qalır kökdə. 3 qalır kökdə. Buradan isə 16-dan 4 çıxır kök. İşarəsi mənfidir. 3 qalır kökdə. 4 çıxaq. 2 kök altında 3, 4 kök altında 3. Eləyir 2 dənə kök altında 3. 4 kök altında 3 böyük olduğuna görə deməli neynədik? Biz həmin onun işarəsindən istifadə elədik. Yəni 2 kök altında 3-ün qarşısına mənfi işarəsi yazdıq. Doğru cavab 4 minus 2 kök altında 3.